Rəşad müəllim, insan tanımadığı bir imamın arxasında namaz qıla bilər, yaxud imam bidətçidir, yaxud fasiqdir. Bunu bildiyi halda onun arxasında namaz qılmaq icazəlidir. Ümumiyyətlə qardaşım, belə şey yoxdur ki, şəriətdə. Əgər arxasında dayanıb namaz qıldığın imamı tanımırsansa, onun arxasında dayanıb namaz qıla bilməzsən. Belə şey yoxdur. İmamı tanımaq şərt deyil. Məsələn, getmişəm bir məscidə, yaxud hər hansı bir yerdə namaz qılıram, imamdır. Bilmirəm kimdir, düzdür, soruşuram. Kimsən qardaş, nəçisən, nəyə xidmət edirsən, əqidən nədir, məzhəbin nədir, mənhəcin nədir, tutduğun yol nədir? Soruşmaq bu düzgün deyil. Ona görə bütün əhl-i-sünnə alimlər ittifaq ediblər ki, halını bilmədiyin imamın arxasında tanımadığın namaz qılmaq icazəlidir. Kim bunun əksini deyərsə, o əhl-i-sünnənin icmasına müxalif olub. Bu belə. O ki, qaldı o bidətçi yaxud fasiq, ümumiyyətlə əhl-i-sünnədə bu cürdür. Əgər bir imamın bidəti yaxud fasiqliyi aşkar olubsa, cümhur alimlərə görə, əksəriyyət alimlərə görə onun arxasında dayanıb namaz qılmaq icazəlidir. Düzdür, daha yaxşı olar ki, sən elə bir imam tapasan, yaxud elə bir məscidə gedəsən ki, sünni olsun, salih olsun, onun arxasında dayanıb namaz qılasan, bu əhsən, daha yaxşıdır. Lakin birdən yoxdursa, imamın bidəti yaxud fisq, fasiqliyi aşkar olubsa, sən onun arxasından yanıb namaz qıla bilərsən. Burada heç bir problem yoxdur. Bu cümhur alimlərin görüşüdür. Allah daha doğrusunu bilir.